Bu da bizim 14 günlük səyahət edəcəyimiz gəmimiz. Kruizin birinci mərtəbəsidir. İşte 14-cü mərtəbədə olan otaqların sayıdır. Hər otaqda 2 nəfər. Təsəvvür edin, bütöv bir şəhərlə gəmi ilə yol çıxırıq. Böyük koridorlarla gedirik, otağımızı axtarırıq. İlk otağımızı tapdıq və içəri giririk. Belə böyük yataq, bir dənə divan və möhtəşəm dəniz mənzərəsi. Belə qəşəng. Biraz yanmışam. Burada şkafımız və burada da duş kabinimiz. Dəniz mənzərəsi ilə olan pəncərəli kabinkamız. 14-cü mərtəbədəyik. Belə bir təyyarə də bizi qarşılayır.